təbiətdə yaradılan yağış, günəş, tufan, külək, bunlar isə təbiətin bizə bəxş elədikləridir. Əla. Bəs müasir texnologiyalarımız hansılardır? Müasir texnologiyalarımız kənd təsərrüfat maşınları, sonra yeni sənayesində istifadə olunan avadanlıqlar, qaz plitələri, paltar yuyan maşın, bunlar nəzərdə tutulur. Bəs dəstək nədir? Ümumiyyətcə detal nədir? Dəstək nədir? Bu haqqda məlumat verin. Dəstək bir detal üçün seçilmiş məlumatdır. Detal isə məlumatın hansı bir məlumatın hazırlanması üçün hissələrdir də. Detal bəli. Yəni dəstək bizim materialımız da ümumiyyətcə dəstək detaldan necə olmalı, necə fərqlənməlidir? Böyük olmalıdır. Nəyinə görə? Ölçülərinə görə. Ölçüsünə görə çox böyük olmalıdır. Bəli. Bəs kommunikasiya texnologiyalarımız hansıdır? Ümumiyyətcə insan həyatında onların rolu nədən ibarətdir? Kommunikasiya texnologiyası informasiyanın uzağa ötürülməsi və qəbul edilməsini asanlaşdırır. Bunlar radio, televizor, faks, kompüter, telefon bunlar nəzərdə tutulur. Bəs insanlar ümumiyyətcə getdikcə nələri təkmilləşdirdilər? Nəqliyyat avadanlıqları, Nəqliyyat texnologiyalarını bəli təkmilləşdirdilər. Bunlardakı nəqliyyatlardır, nə bilim. Bəli. Bəs müəllimə siz deyin görün, ümumiyyətcə insanlar əşyaları nə üçün yaratdılar? Öz tələbatlarını ödəməkdən ötəri. Bəli, öz tələbatlarını təmin etmək üçün əşyaları yaratdılar. Bəs məmulatın ümumiyyətcə necə deyirlər, layihələndirilməsidir. Yəni ümumiyyətcə o istismar haqqında məlumat verə bilərsiniz? Neçə mərhələdən ibarətdir? 3 mərhələdən ibarətdir. Layihə, hazırlanması və istismarı. İstismar da nə idi? İstismar da artıq o satılır, işlənilir, istifadə Hazır bir məmulat da bəli, artıq istismara verilir, yararlı hesab edilir. Yəni insanlar tələbatlarını ödəmək üçün yeni istismara buraxa bilərlər. Bəs belə bir sual verim. Ümumiyyətcə müəllimə siz bizə deyin görün, neçə cür miqyaslarımız var? 3 cür miqyasımız var. Həqiqi ölçü 1-in 1-ə, cildilmə 1-in 2-yə, 1-in 4-ə, 1-in 5-ə, böyüdülmə isə 2-in 1-ə, 4-ün 1-ə, 5-in 1-ə. Bəli, düzdür. Ümumiyyətcə bizim neçə cür təsvirlərimiz var, hansılardır? Təsvirlərimiz texniki Təsvirlərimiz, bəli. Texniki təsvirlərimiz 3 tərəfli təsvir olunur. Ümumiyyətcə təsvirlərimiz neçə cürdür? 3 cür təsvirlərimiz var. Texniki təsvir, sonra eskiz. Bəli, çertyoş. Texniki təsvir nədir? Çertyoş nədir? Eskiz nədir? Bunlar bir-birlərindən necə fərqlənirlər? Texniki təsvir 3 tərəfdən təsvir olunur və tərəflər arasında nisbət nəzərə alınmaqla götürülür. Eskiz isə bir tərəfdən bir görünüşdən təsvir olunur, nisbət nəzərə alınmaqla təsvir olunur. Çertyoş isə 3 şərti olaraq təsvir olunur. Yəni 3 çertyoş alətlərinin köməyi ilə bəli, şərti qrafik təsviridir. 3 tərəfdən, 3 hissələr, 3 tərəfdən deməyək, 3 tərəfdən sözü texniki təsvirə aiddir. 3 hissədən ibarət olan çertyoşlarda hansı hissələr idi? 5 hissəsi var. Yox, 3 dənə hissəsi. Bəli, 3 hissəsi. Əsas görünüş, üstdən görünüş və soldan görünüş. Soldan görünüş. Bəs texniki təsvirdə neçə hissə idi? Necə görünüşdü? Texniki təsvirdə 3. Bir görünüşdür, bəli, 3 hissədən. Bir görünüş 3 tərəfdən ibarətdir, bəli. Bəs eskizdə necə idi? Təsvirlər necə verilmişdi? Bir tərəfdən verilir, bir görünüş bir tərəfdən, bəli. Bunların arasında hansında daha çox asan anlaşılır ki, məsələn bu məlumat nədir? Bu məlumat çertyoşda. Lap yaxşı asan hansında anlaşılır? Daha yaxşı bir ətraflı görürük ki, bunlar bu məsələn deyək ki, şkafdır, məsələn qələmin şəklidir. Bu hansı tərəfdə, hansı çertyojda daha rahat verilir? Bəli, texniki təsvirdə. Çünki orada bir görünüş verilir, 3 tərəfdən təsvir verilir. Biz asanlıqla anlaşılır ki, məsələn bu nəyin şəklidir? Asanlıqla görə bilirik onu. Çertyojda hissələr ayrı-ayrı verilir, 3 hissələr verilir, amma ayrı-ayrı bir görünüşdə verilir, bir təsvirdə verilir. Hissələr ayrı-ayrı öndən soldan əsas görünüş belə verilir. Və bir də eskizdə bir görünüşdür. Burada asanlıqla anlaşılır. Bilmirik ki, burada görünüş necədir. Belə, deməli ümumiyyətlə spesifikasiya nə deməkdir müəllimə? Spesifikasiya deməkdir, yəni eskizin, sonra çertyojun aşağı sağ tərəf. Bəli, texniki təsvirdir. Çertyoj eskizin sağ aşağı küncündə nədir? Cədvəl formasında bir cədvəl. Yəni burada nədir? Həmin o detalların Məlumatın adıdır, sayıdır. Onlar haqqında məlumatlar həmin o spesifikasiyada verilir. Bəs belə deyim müəllimə, ümumiyyətcə texnologiya dərslərində necə deyim, ölçülər nə ilə yerinə yetirilir? Millimetrlər. Millimetrlər. Bəs siz mənə deyin görün müəllimə, bölgələr olan xəttkeşlə hansı əməliyyatlar aparılır? Bölgələr olan xəttkeşlə kiçik ölçülərin aparılması üçün. Bəs xarab metrəsi ilə hansı əməliyyatlar aparılır? Xarab metrəsində böyük ölçülərin. Yəni bəli, böyük məsafələrin ölçülməsi üçün. Bəs meşə metrəsi ilə hansı əməliyyatlar aparılır? Metal ölçmə lenti. Uzaqlıqla hansı əməliyyatlar aparılır? Bucaqların ölçülməsi. Bəs reismusla hansı əməliyyatlar aparılır və bir də reismuslu hissələr hansı var idi? Reismus paralel xətlərin nişanlanması üçündür. 5 hissədən ibarətdir. Demək, meydança, pas, gəlib, kiçik tircik və mismar. Sonra, bəs xarrat günyəsi ilə dedik, bir ölçü hesab var idi. Xarrat günyəsi ilə isə müxtəlif bucaqları transport remzlərinin nişanlanması üçün. Bəs bucaqlığın neçə hissəsi var idi? Bucaqlığın 3 hissəsi var idi. Xarrat bucaqlığı Xarrat neçə hissədən ibarət idi? Xarrat bucaqlığını deyirsiniz. Demək qəlbdən, bir sıxıcısından və xəttkeşdən ibarətdir. Dedi ki, ümumiyyətcə bucaqlıq 2 hissədən ibarət. O hissə bir də qəlb hissədən. Müəllim, bucaqlığın bəs özü nədən hazırlanırdı? Material nədən olurdu? Oduncaqda taxtadan və metaldan, bəli. Bəs pərgərlə hansı əməliyyatlar aparılırdı müəllimə? pərgərlə çevrə özlərinin çəkilməsi və nişanlanması. Çevrə və qoşular, bəli, düzdür. Sonra günyə ilə hansı əməliyyatlar aparılırdı xarrat günyəsi ilə? Günyə, xarrat günyəsi. Xarrat günyəsi transport üzərində müxtəlif bucaqların ölçülməsi üçün. İstifadə olunurdu, düzdür. Sonra dedik bunlarda texnologiyanın tərifini dedik. Belə. Bəs məlumatın çertyojun oxunması ki vardı, onlara nə edilirdi? İkindiyə zəng edirdim.